Salam dostlar, hər vaxtınız xeyirli olsun. Soyuq havaları gəldiyini görən kimi sizlərə düşbəri hazırlamağı düşündüyünə ilə bir yerdə əlbəttə ki. Deməli, düşbəri haqqında azca da olsa məlumat vermək istəyirəm. Bir var klassik resepti, bir də var sonradan əlavə olunan reseptlər. Əlavə olunan reseptlər o demək deyil ki, düzgün deyil, sadəcə olaraq klassikdən uzaqlaşır. Ona görə də o ağız dadınıza uyğundur. Və bu o demək deyil ki, bu da klassikdir. Yəni, çoxları soruşanda deyir ki, ailədə böyüdüyünə görə, bunu belə gördüyünə görə qayıdır deyir ki, hə, bu klassik üsuldur. Yəni, o elə deyil. Deməli, bir çox bölgələrdə dostlar, pomidor qatılır, soğandağ olunur qatılır, kartof qatılır, nana qorulur qatılır və bir çox üslublarda hazırlanır. Amma Bakılılar da sözümü təsdiqlər, sırf Bakı mətbəxində soğan qovrulmur. Soğanı ət qaynadılan suya atılır. Həm soğan xüsusiyyəti var ki, o ətin kəfincanına yığır, həm də öz dadını həmin suya buraxır. Və bu arada ikisi bir yerdə soğanın dadını eyni ilə o sudan almaq olar. Və həmin düşbərələr də o suda bişəcək. Danışdıqca lazım sulanır. İnşallah bu günləri həmin o incə, nazik, xəmirinə alınan, xəmiri qurumayan, eyni zamanda çox dadlı, ləzzətli olan düşbəri reseptini hazırlayacaq. Hazırlayan hər kəsə indidən nuş olsun. Videolarımızı bəyənməyi unutmayın. Keçək reseptimizə. Nənə çıxacaq. Hə, nənə, bir zəhmət salamlaş, sonra bizə ətraflı başsal. Salam, dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Düşbərə hazırlayırıq. Düşbərə üçün ilk öncə hazırlamalıyıq bulyon. Bulyon üçün götürmüşük burada 3 litrə yaxın sudur, soyuq su. 1 kiloya qədər də sümüklü ətdir. Kim istəyir, ət olmasa da sümük də ola bilər, qoyun ətinin, ya mal ətinin heç bir fərq eləmir. Əsas odur ki, bulyon hazırlayırıq. Əti suyun içinə salırıq, qoyuruq qaynamaya, qaynayanda da kəfin yığırıq. Amma restoran sistemində ətli qalina blankana və yəni ət bulyonu ilə hazırlanır. Belə bu formada hazırlanmır. Kimin yoxdursa, əgər tələsirsə, vaxtı çatmırsa, elə də eləyə bilər. Amma əlbəttə ki, yeri verməyəcək. Əlbəttə. İndi ətimizin kəfin yığay. Ətin kəfin yığandan sonra içinə belə bir soğan atırıq. Başın çalışın kəsməyin ki, bişəndə açılıb tökülməsin. Soğan dadını verir ətin suyuna, çox dadlı olur. İndi başlayaq xəmiri hazırlamağa. Xəmir üçün bizə lazımdır. Baxın, ölçüləri soruşursunuz, ona görə stakanla hazırlayıram. 1 stakan un, hardasa 140 qramdır. Bəli, xuruşda stakanla mən 2 stakan götürürəm. Hardasa 300 qrama yaxın. İki stakan un götürdüm. Buraya işlədirəm 1 ədəd yumurta. Tuz qatıram, balaca qaşıqdır, 1 qaşıq. Azca da sarı kök. Lap az. Rənginə görə? Hə, biraz sarıl görünsün. Bir də hamı deyir ilıq su, amma xəmirin bərk olmayını istəyirsinizsə, soyuq su qatın. Bir də mən hər dəfə hardasa 1 yemək qaşığı ərinmiş duru yağ, daha doğrusu qatıram. Nəyə görə? Çünki xəmiri qurumaya qoymur. Suyu da hiss etsə qatın ki, çox duru xəmir alınmasın da, çox bərk xəmir yoğurun. Düzdür, qar yağmayıb, biz bunun reseptini sizlərə indidən təqdim edirik. İnşallah qar yağanda bunu lap yeməli olacaq, düzdür nənə? İnşallah, əlbəttə. Nənə, mən bir dəfə yadıma gəlir, bunu hinduşka ətinin bulyonda eləmişdim. Hinduşka əti biraz delikateslidir, yəni nə çox ağır olur, nə də çox yüngül. Çox fərqli dadı idi, əla idi. Bölünmüş tikələrini də atmışdım içinə. Yaxşı olar. Hazırlamaq məsləhətdir. Nənə, bu xəmir necə olmalıdır? Yəni, xəmiri, yox, çox yumuşaq yox, biraz bərk olsa biraz. Açma olsun da, amma nə qədər bərk olsa, o qədər xəmir suyun içində şişmir. Dosta qəşən yoğuraq ki, kövrək olsun. Tez inciyən. İndi çoxu sual verər ki, yağı niyə vurdunuz xəmirə? Çox adam düşbərəni kəsir, götürür yarı tərəfini örtür, yarısını ətləyir, bükür ki,
xəmir qurumasın. Qənaət yerdən. Yox, xəmir quruyur axı, sonra bükmək olmur. Amma ona hardasa bir qaşıq duru yağ əlavə eləyəndə o xəmirin heç üstünü örtməyə ehtiyac qalmır. Elə hamını ətləyib eyni vaxtda bükəndə də adamı incitmir. Yəni qurumur da xəmir, çox yaxşı olur. Düşbərənin qiyməsi üçün bizə lazımdır. İndi için hazırlayırıq. Burada hardasa 200 qram ətdir. 200 qram ətə bir baş soğan vurmuşuq. İndi ona bir qaşıq qara istiot, bir qaşıq da quru nanə əlavə edirəm. Bu arada nənə acılı yeyəndə kim istəyirsə az vura bilər. Onsuz da çox bilinmir içində. Hərəsinin içində biraz... Amma doğrudan qara istiotla əla alınır. Olur. İstəyən pul biber də vura bilər. Bir də ki, xüsusən qeyd edeyim dostlar, burada baxın qara istiot biraz dənələri bilinir. Çalışın alanda bu formada alın ki, aroması içində olsun. Və qara istiotun saxlanma qaydası da bütün ədviyyatlar kimi qapalı şəraitdə olmalıdır ki, ətri tamı uçmasın. Hə, nənə, sən ətinə də nanə vurursan, düzdür? Əlbəttə vurulmalıdır. Nanə bunun birinci yerdədir nanə. Bəli. Xəmirimiz dincəldi. İndi başlayaq yavaş-yavaş açmaya. Necə dincəldi, ay nənə, soruş görək. Yaxşı dincəlir. Bilinir ki, istirahati qəşəng keçir. İndi biz də onu yeyəndə dincələrik. İnşallah. Nənə, Var mənə. canlarımız, bir növ resept var. Onu paylaşacağım inşallah bu yaxınlarda. Nə resept? Bax, cürbəcür dərmanlar çıxarırlar, eləyirlər ki, bu boğaz ağrısına görə də. Mənə özüm bilsən ki, ildə bir dəfə xəstələnən adam oldu. Yəni. Hə, nənə, o reseptdə deməli, boğaz ağrısına xeyr eləyən ən əsas məhsulları qarışdırırıq, o içirik. Ondan sonra kim boğaz ağrısı problemi varsa, uşaqlı, böyülü, hamısına xeyir. İnşallah onu paylaşacaq düşbərədən sonra. Nənə, nazik olmalıdır. Nə çox lap nazik də yox. Belə vəsə, yaxşıdır. Hər halda altı görünür də, görürsən, baxanda görünür. Belə açırıq, indi bunu kəsirik. Nənə, maşallah, hamısını standart kəssin ha. Əlim öyrəşib də, nənə neçə ilin nənəsidir. Hə. Simmetrik də olsun. O bəziləri var nənə, məsəl üçün sən götürüb tam ortasına qoysan nöqtə kimi əlvi çəksən. Bəziləri var, restoranda götürür, belə elə bil ki, barmağı ilə belə sürtür. Sonra onu bükə bilmir. Kənarlarına ətin soğanın suyu dəyir, ona görə onu bükmək biraz çətin olur. Ona görə ortasına qoyanda daha yaxşıdır. Başlayırıq bükməyə. Bükmək qaydası da bunu belə gətiririk ləçək kimi. Belə bükəndən sonra veririk arxaya, buradan belə bükürük. Bax belə. Hə, nənə, deyirəm, əllərimiz balaca olmasa da Bükmək məcburiyyətindəyik. bükməyə məcburuq. Kömək edeyim də sən. Çox sağ ol, Allah Qeyməm razı tək olsun. görəsən bu işi. Allah köməyin olsun. Yox, pisdir, qəşəng bükürsən. Hə, görmüsən, cəld, tez və yaxşı. Hə, Əlimiz öyrəşib. Bunu indi nənə, belə bir sistem var. Restoran sistemlərinə bunu kilo ilə gətirirlər, hazır bükülmüş düşbərə. Orada pulla satırlar. nə yaxşı. Onu da zəhmət çəkib bükürlər də. Əlbəttə ki. Deməli, kilosu 8 manata da var, 10 manata da var. Hə, bir tərəfdən yaxşıdır. Məsəl üçün, işləyən adamlar olur ki, görsən, evə gələndə onlar da ala bilər. Ki, bir dəfəlik gəlsin, bir var, böyük elə. Gətir evdə bir dəfə bulyonu at, düşbərən batıcına hazır. Başlayırıq düşbərələri unlayan ki, bir-birinə yapışmasın. Unladığımız düşbərələri indi siniyə, buluda, nəyə istəyirsiniz açıq bir qaba yığın ki, o birisini də aça bilək.
Bulyonumuz hazırdır. İndi bulyonun suyunu götürərək əlavə eləyək qazanımıza. Suya zəfəran gülü əlavə eləyirəm. Duz əlavə eləyirəm. Biraz da kərə yağı. Biraz deyəndə hardasa bir 20-30 qram. Əridilməmiş əlavə eləyin ki, Əridilməmiş. bəli, nehrəsi üstündə qalsın. İçində olan tortası çıxsın bulyona. Qaynar suyumuza düşbərələri belə əlavə eləyirik. Qarışdıraq ki, bir-birinə yapışmasın. Buna kərə yağı atanda düşbərələr həm çox parlaq olur, həm də bir-birinə heç vaxt yapışmır. Üstündə olan düşbərənin kəfin yığırıq. Nə qəşəng qaynayır. Üzə çıxıblar üstə. Hardasa 5 dəqiqədə qaynasın götürək. Biz bir kündəsin tökdük də bura. Bu hardasa 3-4 nəfərli idi. Burada 2 litrə yaxın su var. Bir kəsimdə düşbərə saldı. 4 nəfərə çox olacaq, az olmayacaq. Tamam. Bu qədər dostlar, düşbərəmiz də hazır oldu. Biz bunu servis eləmişik sirkə badımcanla. Bunun da hazırlanma resepti kanalımızda var. Nanə qurusu ilə, bir də ki, çalışın diqqətli olun ki, nanə qurusu alanda belə yaşıl rəngində olsun. Aroması daha gözəl olur. Üzərinə bildiyimiz kimi nanə ilə servis edirik və yanında sirkə ilə. Evdə hazırlanmış üzüm sirkəsi olsa daha gözəl olar və düşbərə daha gözəl yaraşar. Alma sirkəsi ilə də yemək olar. Əslində çox adam deyir sirkə mədəni yandırır, amma onu qeyd edeyim ki, kimin soyuqlaması varsa, ya üşütməsi varsa, ümumiyyətlə xəmir yeməyi sirkə qatıb yeyəndə tez həzmə verir. Həm də bədəndə olan, bağırsaqlarda olan bütün mikrobları öldürür. Çox sağ ol Aynə, sən də əllərə sağlıq. İndi də keçim dadına bir baxım görüm necədir. Nasıl olsun? Sirkəni də əlavə eləyək. Bu ən çox Aynə qutabdan əvvəl yeyilir, özün bilsən də. Əlbəttə. Düşbərə hazırlansa həminki vaxtı qutab da olur. Dadına baxaq. Bir qaşığa görməsindən siyərək, halal olsun inşallah. Nənə, həmişə kimi əla. Əllərinə sağlıq, Nuş superdir. olsun. Hər kəsə nuş olsun, inşallah növbəti videolarımızda görüşənədir. Allah'a emanet.